Kızıl'da oynayabilsen Özbek'ten hoş noktadan sayılır. Ben sayılırım. Ay aman. Uşaklar oynamak sende belki de almışlar. Ben demiyorum ki ben onu oynamak bilmesin. Ancak insan ameliyatına yarışmak gibi zararçıyla doğrultusuz. Hadiye'cim. Yemek. Yaxşı, deməli burada siz Qaraca xanım, Qaraca qızın ölüm səhnəsini gördünüz, yəni artıq o dünyadan köçdü. Yaxşı, bax burada siz yəqin ki o bir uşaq kimi onun tez belə zamanda dünyadan getməsinə görə kimlərisə günahkar hesab edə bilərsiniz. Ona görə də mən onun bax belə tez getməsində, həyatdan tez getməsində günahkar hesab elədiyim bəzi insanları mən orada mühakimə eləmək istəyirəm sizlərin köməyi ilə. Hesab eləyək bir nəfər olsun, hər komandadan bir nəfər varınızı göndərilsin. Bir nəfər Hüseynqulu ağa, bir nəfər deməli Yusif, bir nəfər olsun sonra Pərcahan xanım, bir nəfər də Piri baba. Bax bu obrazlar kim yarada bilər ki? Nəyi yaradarsın Lalə? Pərcahan xanım, gəl bura. Sən nə yaradılmışsın? Piri babanı yarada bilərsən. Yaxşı, Kərəm? Mən Yusif. Yusifi, sən? Hüseynqulu ağa, gəl bura. Gəlin bura uşaqlar, biz indi bir bunları mühakimə eləyəcəyik. Gəl birinci başlayaq kimdən? Kimdən başlasaq yaxşıdır? Yusifdən başlayaq. Siz Yusifə belə bir suallar verin, yəni onu mühakimə edin. Tamam, siz də özünüzü çalışın, müdafiə etməyə çalışasınız ki, yəni haradasa siz elə hesab edin ki, gələcəkdə bəlkə bir vəkil oldunuz, kimlərsə müdafiə etməlidir. Həm də bir insan öz hüquqlarını müdafiə etməyə bacarmalıdır müəyyən miqdarda. Yusifi mühakimə edirik. De, Südeyv. Sən nəyə görə Yasəmənin verdiyi əmanətə laqeyd qaldın? Aha, Yusif cavab ver. Çünki... Biraz qabağa gəl, Yusif. Çünki mən Yasəmən öləndən sonra özümü tənha hiss edirdim. Ona görə də onun verdiyi əmanətə sadiq çıxa bilmədim. Aha, yaxşı. Jalidə görün. Ayı sənə çox önəmli idi ki, sən Qaraca qız ayının üstündə incirdin. Aha, ayıya görə Qaraca qızı incirdin. Ayı olmasaydı, mən qapı-qapı gəzib ayı oynadırdım və bununla da pul qazanırdım. Əgər ayı olmasaydı, mən pul qazana bilməzdim. Bilməzdim. Ona görə ayını çox sevmiş. Yaxşı. İltisalın var? Sən nə üçün Qaraca qızın pullarını alırdın? Qazandığı pulları əlindən alırdım. Mən ona görə alırdım ki, mən ondan alıb bazara gedirdim, çörək alırdım, ona görə işlədirdim. Yaxşı, Aydən? Sən nəyə görə böyük bir şəhərdə Qaraca qızı tənha qoyub getdin? Kənddə qoyub getdin. Çünki həmin ayı... Yəni deyir ki, ayı onu birdən parçalayardı, ayının yanında niyə qoydun? Ayı əhliləşdirilmiş ayıdır, ona görə də qorxmadım. Çünki mən onunla hər dəfə qapı-qapı gəzib ayı oynadırdım, həm də ayı Qaraca qıza isinmişdi. Ay, sağ ol, öyrəşmişdi. Yaxşı, deyim şələrə? Sən nə üçün Qaraca qızı kötəkliydin? Çünki o bir insan idi, amma ayı isə bir heyvan idi. Öz acılığını
Qaraca qızı döyüldü. Aha, yaxşı. Özünü günahkar hesab edirsənmi onun önündə? Günahkar hesab eləmirsən. Yaxşı, sonra kimi mühakimə eləsən yaxşıdır? Sən canını qurtardın indi. Kimi? Pərcan xan, keç bura Pərcan. Gəlin görüm, kim sualınız var? Yəni onu mühakimə edirik. De görüm Kəmal. Həm Pərcan Ağca xanımın üçün Qaraca qızı oynamağa icazə vermirdi. Onlar ikisi də eyni yaşdaydı. Mən icazə verə bilməzdim, çünki Mehdi ağanın nəvəsi bir Qaraca qızı ilə oynaya bilmirdi. Oynaya bilməzdi. Aha, Qaraca. Yaxşı, Sarıda görüm. Əgər sən yaxşı anaydınsa, nə üçün qızına tərbiyəni özün vermirdin, Rus müəbbiyəsi? Aha, deyir ki, Rus mürəbbiyəsə niyə tapşırmışdın onun tərbiyəsini? Düz deyir. Mürəbbiyəyə mən inanırdım ki, o düzgün tərbiyə verir və həm də ona inanırdım ki, o məndən də yaxşı öyrədə bilərdi ona. Yaxşı, sizin tərbiyənizlə kim məşğul olur əsasən? İstəyirsiniz ki, hansısa başqa bir millətdən ola bilirsə, sizin tərbiyənizlə məşğul olsun. Niyə istəməzsiniz? Çünki uşaqlar deyirlər ki, hər evin öz qibləsi var, hər evin öz qayda qanunu var. İstəyirsiniz ki, valideynlərinizin o verdiyi qayda qanunu sizin üçün yazılmamış bir qanuna çevrilsin. Yaxşı, deyək, görüm Lamiyə. Sən niyə zəhəri özün içmədin və o məsum Qaraca qıza İmkan yaratdı o işdir. Mən əgər elə hərəkət etsəydim, onda Qaraca qız ağaca birdən ölərdi və o da yetim qalardı. Hə, qızını görəcək ki, qızı ananı yetim qalmışsın. Yaxşı, deyək, İlahidə görüm. Qaraca qızın ölümündə özünüzü günahkar hiss edirsiniz. Bəs günahkar onda kim idi səncə? Məncə özü idi. Özü idi? Yaxşı. Yaxşı, belə deyil. Cənab, de görüm. Sən qoymurdun onlar oynasın, mən onu vurandan sonra niyə qoydun ki? Hətta görürsün ki, orada saçlarını da sığalır. Qızım qoymasın. Orada mən hamıya yalvarırdım ki, onlar mənim tək Ağca qızımı qurtarsınlar. Ona görə də özünə Qaraca qız öz dostunu müdafiə etdi. Ona görə də mən ona heç nə deyə bilmədim. Aha. Deməli, öz canını daha çox istəyirmiş. Belə. Yaxşı uşaqlar, bəs Fərcan xanımı incitməyin. Hə, dedi ki, mən günahkar hesab eləmirəm. Bu özünü belə deyir. Yaxşı, Piri baba, keç qabağa Piri baba. O deyərik. Yaxşı, Hüseyin Qulağa gəlmək istəyir. Gəl. Ağa belədir də. Deyək. Hüseyin Qulağa, siz nə üçün yalnız Qaraca qızı evə Ağca xanımla oynamağa gəldiniz? Onda dost kimi yanaşmadınız. Onların dostluq eləməyini yaxşı bir imkan yaradıb. Evində saxlaya bilərdi, evinin kişisi idi. Saxlaya bilərdi, amma saxlamadı. Çünki mən istəmirdim ki, hansısa Qaraca qız bəyzadələrin evində qalmasın. Aha, yaxşı. Yaxşı. De görüm Səbirəm. Hüseyin Qulağa, sən Qaraca qızın ölümündə özünü günahkar bilirsən. Günahkar bilirsən. Niyə? Yaxşı, bilmirsən? Yaxşı, deyir bilmirəm. De görüm Zələm. Hüseyin Qulağa, siz nə üçün sizin qızınızı xilas edən adamı siz qərəni bilənsiniz? Biləndisi adlandırır. Bir vaxt ilə elə demişdi, amma indi də qorsan ki, o qızının qanını soğursun, ona kömək eləsin. Çünki mən istəmirdim ki, Mehdi ağanın nəvəsi Qaraca qızı oynasın. Həm də istəyirdi ki, o sağ-salamat qalsın. Əgər tutar ki, Qaraca qız tez gəlməsəydi, sən özün gedib qızını xilas eləyəcəkdin. Deməli, Qaraca qız sadəcə cəb tərpəndi, səndən cəb tərpəndi, qoymadı. Yoxsa Hüseyin Qulağa özü, də görür. Nə üçün Qaraca qıza əzab verirdim? Hətta o xəstə ola-ola onun qonaqlarının qabağında oynadırdım. Çünki mən onu evə özümü və qonaqlarımı əyləndirməyə üçün gətirdim. Aha, yaxşı. Deməli, bunu mühakimə elədik. Deməli, özünüzü də günahkar hesab eləmirsiniz. Yaxşı. Icazə verin, üçün ədəmdən bir sual verir. 3 rolda olan şahidlər. Bugün kimisə siz həyətə, məktəbin həyətinə və yaxud da evinizə gedərkən elə bir halla görsəniz, köməklik edərdiniz ki, o uşaq ölməsin, xilas olunsun. Məsələn, dostunuz deyil, tanımadığınız Kimsə yolda, siz yaşlıqda mı deyək, uşaqlara nəysə bir hadisə olur. Nəysə ona köməklik edərdinizmi ki, o həyatdan məhrum olmasın və yaxud da onun nəysə səhətində bir... Mən kömək edərdim çünki... Yox, sən kömək edərdin çünki əsərdə də kömək eləməlisən. Baxın, onlar deyir, yox, biz günahkar deyilik. O görək, onlar roldadır deyən günahkar deyirlər, yoxsa... Rolda, amma həyatda eləyərdik. Evimə Allah sayılımda kömək verirdim. Bacardığı neysə eləyərdim. Yaxşı, onda Pərcan xanım mənə desin, niyə siz özünüzü günahkar bilmirsiniz? O da günahkar deyil, o da günahkar deyil. Bəs kimdir günahkar?
İlan indi də var, İlan indi də gəlir, məni vura bilər. Sinifə müraciət edirəm. Kimdir günahkar? Kimi hesab edir? Yəni o vaxtı Ne deyil. görüm oğlum? Qaraca qızı verdim, çünki o öz istəyi ilə hərəkət elədi və öz istədiyini elədi və dostuna görə özünü fəda oldu. Size bir balaca yöneldirəm. Süleyman Saynaxudov neçənci ildə yazıb yaradır? Həyat yaradıcılığının dediniz ya. İkinci Onda Respublikamız necə idi, indi necədir? Biraz gərək dərinliyə gedəsiniz. Buyurun, devam edin. Yaxşı. Bir baba, siz suallarınıza cavab verin uşaqlarım. Dəqiqləmə. Məncə Qaraca qız öz doğma nəvəm olsaydı, yenə də bunlardan geçən Altıxanın deməli tezisi. Mən bəlkə də həmin zaman qoymazdım o getsin, çünki o özü mənə doğma olacaqdı. Həm də ki, mən Qaraca qızı ona görə qoydum ki, həm o əlindən çıxdı, özü qaçdı, həm də ki, mən ona təzəcə isinmişdim. Yaxşı, yaxşı. Deyirəm sizə. Sən istəsən Qaraca qızı arxaya çəkib, özün gedib Ağca xanımın zəhərini sora bilərdin. Bəs mənim üçün bunu eləmədi. Hər insana öz canı şirindir. Mən də öz canımı istədim və onu ona görə buraxdım. Aha, yaxşı, yaxşı. Kemal deyə görüm. Sənin öz nəvən xəstə olsaydı, ona icazə verərdin. Hüseyin Qulu ağır və onun dostların yanında rəqs eləsin. Və yaxud da əksinə, indi sənin baban səndən razı olardı da gedəsən. Məncə razı olmazdı, çünki mən onun doğması olardım. Həm də indi zaman elədir ki, yəni hər kəs icazə verirlər. Siz ancaq ki, bu yaşlı uşaqlar oxumaq üçün, təhsil almaq üçün, o belə gözəl işıqlı, isti, rahat otaqlarda dərs almaq, təhsil almaq üçünsünüz. Siz kimisə də qarşısında rəqs etmək, pul qazanmaq, kimisə də qulluqçuluq eləmək üçün yaranmamısınız. Yəni zamanəmiz zaman ilə dövr dəyişilibdir ki, yəni buna artıq imkan yoxdur. Siz bəlkə də deyərdim ki, dünyanın ən xoşbəxt uşaqlarısınız. Yaxşı. Keçin, əyləşin. Çox sağ olun ki, ürəkli olub gəlib burada iştirak elədiniz. Bəli. Söz demək istəyirəm ki, məncə orada heç biri, hər biri müəyyən qədər bir qədər günahı var idi. Onların heç biri günahkar saymaq olmaz, çünki hər biri müəyyən qədər var. Günahı var. Bəs onda günahkar kim olar səncə? Sən də deyəcəksən İran görə günahkar. Mənim o da mənim hər biri... İctimai bərabərsizlik. Yəni aşağı təbəqəni insan yerinə qoymamaq idi. Ona görə də Bəyzadə idi, o özünə sıxışdırıb o uşağı xilas edə bilərdi, amma etmədi. Yaxşı uşaqlar, bəlkə siz, tutaq ki, hansısa biriniz Qaraca qız obrazında olasınız və yaxud da Ağca xanım kimi öz yaşıdlarınızı müraciət edə bilərsiniz. Yaxşı, birinci kim danışmaq istəyir? Qaraca qız, Ağca xanım gəl danışır. Öz yaşıdlarınıza müraciət edərsiniz, nə deyərsiniz? Uşaqlar, mən Nazlıyemək içərisində böyümüş bir bəy qızı idim. Anamın şəxsi tərbiyə üsulu dəhşətli dərəcədə ağır idi. Öz yaşıdım olan Qaraca qızla oynamaq, onun kimi atılıb düşmək istəyirdim. Hətta gəzdikdə də mürəbbiyyə mənim yanımda idi. Mən isə bunu çox sevirdim. Çünki mən sərbəstlik istəyirdim. Mən Qaraca qızı xoşbəxt, özümü isə bədbəxt hesab edirdim. Mən bəy qızı olduğum üçün Qaraca qızla oynaya bilmirdim. Amma indi sizlərə baxıram və sizin bir-birinizə dostluğunuzu, yoldaşlığınızı, mehriban ünsiyyətinizi görür, fərqlənirəm. Yaşadığınız bu xoşbəxt anların qəlbini bilir. Aha, laf yaxşı. Yaxşı, uşaqlar, gördünüz sizə öz yaşadığınız kimi müraciət elədik ki, yaşadığınız bu xoşbəxt anları qədrini bilmək lazımdır. Qaraca qız gəl, danış görün. Gəl. Deyirəm, yoldaşlarına nə deyərsən sən? Əziz uşaqlar, mənim həyatım bir faciədir. Valideynlərimin Yasəməni itirdim. Kobud və zülmkar, qarşı dəstəsinin başçısı kobud, rəhimsiz və zülmkar Yusuf Yıldan oldu.